Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Akşin, insan psixologiyası metodisti. Boşuna deyilməyib ki, itirdikdə anlayırsan həmin insanın dəyərini, yaxud vaxtında dəyərsiz olduğundan sonra xırda bir kiçik, xoşa gəlinən bir xatirələr yada düşən kimi dəyərli olur. Niyə ayrıldıqdan sonra gözünə açılır? Yaxud əlaqə bitdikdən sonra həmin anda niyə onu düşünmədin? Bəzən çox kiçik bir xırda məqamlar var. Adi bir növ belə deyim sizə, hörmətsizlik, yaxud bəzi çox pis kimi səslənməsə də, bəzi pisə bənzər diqqətdən kənar, yəni saymamazlıq biçimində bəzi ifadələr var ki, anidən çox möhtəşəm səviyyədə olan münasibəti səviyyəsiz qisminə salıb bitirə bilər. Bu da bilirsiz nədən qaynaqlanır? Hər zaman insanlar daima özlərinə əksər insanlardan söhbət edir və xüsusən burada biraz egoist insanlardan söhbət edir. Özlərinə lazım olan qismi götürürlər. Məsələn, aşırı elə insanlar var, çox enerjisizdirlər, sıfır. Gəlirlər enerjili insanla münasibət quranda sanki sənin qanığı əmib səni pis vəziyyətə salıb, kefivi də içinə soğan doğrayıb çıxıb gedən insanlar. Hər zaman çalışın bu tip insanlardan uzaq durun. Çünki bəzən insan həqiqətən enerjisi itir elə insanlardan. Yəni elə insanlarla münasibətə çalışın sıfırlaşdırın və əlaqəni kəsin. İnsan nə qədər özünü gümrahlığını itirdiyi